əmlakın mühafizəsinin çalışır daha etibarlı təmin olsun. Cinayətkar ünsür də bizlə bərabər inkişaf edir. Ölkə ərazisində baş verən cinayətlərin əsas hissəsini təşkil edən, vətəndaşların baş ağrısına çevrilən əmlak oğruları. 6 dənə üzük idi, saat idi, sep idi, komplektlərim idi, hamısını. Onları törədənlər. Gördüm kimi şey yanmır. Anqratla açırdıq reşotkanı. Onlara qarşı görülən mübarizə tədbirləri. İnsan orqanizmin temperaturu işlənilir, verilir həmin daçka. İsti izlər. Paytaxtın Yasamal rayonunda iki dost arasında düşən mübahisə sonda ölümlə nəticələnib. Hadisə 1-ci Alatava qəsəbəsi, Müzəffər Həsənov küçəsi 98-də yerləşən kafelərdən birinin qarşısında baş verib. Yasamal rayon sakini 22 yaşlı Zaur Zəkiyev dostu Akşin Qurbanova 2 bıçaq zərbəsi endirərək hadisə yerini tərk edib. Eşitdiyimə görə yəni söyüş olub, yəni mərhum gəlib bura, yəni burada söhbətləri düşüb, yəni dalaşıb vurub. Mübahisə nə üstündə? Mübahisə dəqiq bilinmir, yəni ki, onu dəqiq bilinmir. Xəsarət alan Akşin Qurbanov yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Dərhal hadisə yerinə gələn Yasamal rayon polis idarəsi əməkdaşları hadisəni törədən şəxsin axtarışlarına başlayıb. Çox keçmədən qətli törətməkdə şübhəli bilinən Zaur Zəkiyev isti izlərlə yaxalanaraq istintaqa cəlb olunub. Saxlanılan şəxsin ilkin istintaqa verdiyi ifadəsində qətlə səbəb dostlar arasında yaranan şəxsi mübahisə olduğunu bildirib. Belə ki, Akşin Qurbanov avtomobilini Zaur Zəkiyevin yaşadığı evin qarşısında saxlaması ikinciyə xoş gəlməyib. Akşindən maşını evinin qarşısından götürməsini tələb etdikdə isə tərəflər arasında mübahisə daha da kəskin həddə çatıb. Əsəblərinə hakim kəsilə bilməyən Zaur dostuna 2 bıçaq zərbəsi endirməklə mübahisəyə son qoyub. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir. Şabran rayonunda qətl törədilib. Rayon sakini 25 yaşlı Taci Həsənov həmyaşlı Vüqar Zeynalov tərəfindən qətlə yetirilib. Hadisə rayonun Gülməli kəndində, fermalarının ərazisində baş verib. Aralarında mübahisə düşən həmyerlilər bunu həll etmək qərarına gəliblər. Nəticədə Taci Həsənov sol çiyin və ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Taci Həsənov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Məlum olmuşdur ki, mərhum Taci Həsənov Vüqar Zeynalovun bacısının ünvanından alayiq söz işlətmişdir. Yəni hadisənin səbəbi olmuşdur. Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir. Bakının Suraxanı rayonunda dəhşətli qətl törədilib. Hadisə Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini 25 yaşlı İlxan Ağayev, 23 yaşlı Tural Abdullayev tərəfindən qətlə yetirilib. Dərhal hadisə yerinə gələn Suraxanı rayon 30-cu polis bölməsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən Tural Abdullayevin axtarışlarına başlayıb və o isti izlərlə ələ keçirilib. Saxlanılan şəxsin istintaqa verdiyi ilkin ifadəsində hadisəyə səbəb qardaşı Elnurla mərhum İlxan Ağayev arasında olan münaqişə olub. Qətlin təməli isə Elnur Abdullayevin icarə əsasında işlətdiyi meyvə mağazasında qoyulub. Hadisədən bir gün öncə günorta saatlarında naməlum şəxs həmin mağazaya gələrək bir bağlama verib və gəlib götürəcəyini deyib. Bir neçə saat sonra isə 2 nəfər gələrək mağazada bağlama olduğunu və onlara çatacağını bildiriblər. Elnur Abdullayev bağlamanın sahibi olmadan vermək istəmədiyini deyib və aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Elnur Abdullayev həmin şəxslər tərəfindən döyülüb. Bağlamanı istəyənlərdən biri mərhum İlxan Ağayev olub. Elnur başına gələnləri qardaşı Turala deyib və tərəflər zəngləşərək görüşüblər. Axşam parkda görüşən şəxslər aralarındakı mübahisəni həll etmək qərarına gəliblər. Nəticədə Tural bıçaqla Elxanın ürəyindən vuraraq hadisə yerini tərk edib. Elxan Ağayev dostlarının köməyi ilə 11 saylı təcili tibbi yardım məntəqəsinə çatdırılsa da yaralı yolda vəfat edib. 11 saylı təcili tibbi yardım məntəqəsindən ATV-yə verilən məlumata görə Elxan Ağayev sol ağciyər, 12 barmaq bağırsağın zədələnməsi nəticəsində kəskin daxili və xarici qan itirmə səbəbindən dünyasını dəyişib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Onu da qeyd edək ki, saxlanılan Tural Abdullayevin psixi problemləri olub və bir neçə müddətdir ki, ruhi əsəb dispanserində qeydiyyatdadır.
Xəzər rayonunda qonaq ev sahibini bıçaqlayıb. Hadisə rayonun Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb. Əmircan qəsəbə sakini 34 yaşlı Fərail Quliyev xalası ilə qonaq gəlib. Hadisəyə səbəb isə onun xalası oğlu Əbdülrəhim Muradovla mübahisə etməsi olub. Mübahisənin sonu isə Əbdülrəhimin 2 bıçaq zərbəsi almağı ilə nəticələnib. Xalası Natəvan ilə gəlmiş. Bu zaman xalası oğlu deməli Muradov Əbdülrəhim Qılmanoğlunun onun xalasını təhqir etdiyini, söydüyünü görmüşdür. Bir neçə dəfə Əbdülrəhimə xəbərdarlıq etmişdir ki, anasını söyməsin. Bundan sonra Əbdülrəhimin sakitləşmədiyini görüb ona çölə çıxmağı təklif etmişdir. Fərail Quliyev bir müddət əvvəl Əbdülrəhim Muradova öz anasını söyməsinə görə xəbərdarlıq etsə də, xalası oğlu onun dediklərinə məhəl qoymayıb. Çıxdım ki, söyüş-söymü qonşular qayıb. Mənə də söydü. Mənə söydü, bir də sakitlədim, onu gördüm yox. Söydüm. Mənim də əlimdə alma var idi. Bıçağını almağı söydü. Almağı tulladım, əlimdə bıçağını. Qeyd edək ki, zərər çəkmiş Əbdülrəhim Muradovun əvvəllər narkotik maddələrin istifadəsinə görə məhkumluğu olub. Onda qeyd edək ki, yaralının həyatını həkimlərin müdaxiləsi nəticəsində xilas etmək mümkün olub. Faktla bağlı Xəzər rayon polis idarəsi tərəfindən cinayət işi açılıb, araşdırmalar davam edir.